Tərs mütənasiblik funksiyası y bərabərdir k bölünsün x şəklində olan funksiyaya deyilir. Buradakı k'mız sıfırdan fərqli olmalıdır. Uşaqlar, bu funksiyanın qrafiki hiperboladır. Bu funksiyanın qrafikinin adı hiperboladır. Hiperbola nədir? Baxın, budur. Hiperbola budur. Hiperbola koordinat başlanğıcına sonsuzluğa qədər yaxınlaşır. Baxın, millim belə yaxınlaşa bilər. Amma əsla koordinat başlanğıcından keçməyəcək. Yəni, əsla sıfır olmur da. Yəni, bu baxımdan ki, biz yuxarıda da qeyd etdik ki, k onsuzdakı sıfırdan fərqli olmalıdır. Yəni, əsla bu koordinat başlanğıcından keçmir. Sadəcə koordinat başlanğıcına nəzərən simmetrikdir deyə buna tək funksiya deyirlər. Bayaqları qeyd etmişdik. K bölü x tək funksiyadır. Qrafikin adı hiperboladır. Bunun təyin və qiymətlər oblasti hər ikisi mənfi sonsuzluqdan sıfıra yazın. Sıfırdan da müsbət sonsuzluğa. Hesabsız, kitabsız. Deməli, tərs funksiyanın həm qiymətlər oblasti, həm də təyin oblasti mənfi müsbət sonsuzluqdur. Yazın dəftərinizə. Uşaqlar, asimptot söhbəti var, asimptot. Bu illərdə düşmüşdük. Deməli, belə. Baxın, uşaqlar, burada, deməli, bu qrafik əsla x və y oxunu kəsmir da. X və y oxunu kəsmir. Sadəcə yaxınlaşır maksimum sürətdə, amma kəsmir. Maksimum sürətdə yaxınlaşır, amma kəsmir. Deməli, bunun x oxu üzrə, baxın, bu ox var, bu tərəfi var. Buna deyirlər üfüqi asimptot. Aşağıda olan hissəyə isə deyirlər şaquli asimptot. Asimptotlar yəni bunlardır. Maksimum sürətdə yaxınlaşır x-ə, y-ə, amma əsla toxunmur. Deməli belə, uşaqlar, birinci, üçüncü rübdən keçəndə k-sı müsbət olacaq yenə də. Amma bu ikinci, dördüncü rübdən keçsə, belə olsa, həmişə bunlar belə olur, funksiyanın qrafiki ikilidir. Deməli, belə olanda bunun k-sı mənfi olur. İkinci, dördüncü rübdən keçəndə k-sı mənfi olur. Və k müsbət olanda funksiya azalan olur. K mənfi olanda funksiya artan olur. Bunu qeyd edin dəftərinizə. K müsbət olanda funksiya azalan, k mənfi olanda isə funksiya artan olur. Bitdi. Bu oldu tərs funksiya haqqında. Yazdınızda dəftərinizə. Neysə çatdırmadınızsa deyin, bir də qeyd edək. Deməli belə. Uşaqlar, indi mən deyim, k müsbət olanda azalan olurdu. Bəli, k müsbət olanda dedik ki, azalandı. K mənfi olanda artandı. Çünki tərsdir axı, tərs funksiyadır da. Ona görə biri müsbət olanda azalan, mənfi olanda artan söhbətidir. Bir də müəllim, tamam, hiperbolanın bu birinci rübdə olanı üfüqidir, yoxsa şaquli? Üfüqi. Aşağıda olanı şaquli. Yazdıq dəftərimizə. Bəli, mən çox canım. Deməli, belə. İndi yazın dəftərinizə modul funksiyası. Uşaqlar, modul funksiyası y bərabərdə modulda x funksiyasıdır. Modulda x. Bunun təyin oblasti mənfi müsbət sonsuzluqdur. Yəni, x xanımın Paşa Gölünün nə istəsə ala bilər. Buna bir maniyə yoxdur. Amma qiymətlər oblasti. Uşaqlar, bunun qiymətlər oblasti nədir? Sıfırdan müsbət sonsuzluq. Ay, sağ olun. Sıfırdan müsbət sonsuzluğa. Yəni, modulun həmişə ən kiçik qiyməti sıfır olur. Bunu unutmayın. Daha sonra, modul cüt funksiyadır. Modul cüt funksiyadır. Uşaqlar, qrafikindən gəlin tanışalaq. Qrafiki sizin ən sevimli müəlliminizin, bəzilərinin ən sevimli müəllimi tarix müəllimidir çünki. Baş hərfi ilə qeyd olunur. V hərfidir uşaqlar. V deməyim də, yəni qrafiki bu şəkildədir. Cüt funksiyadır. Deməli, əgər modulun əmsalında, yəni y bərabərdə bir ədəd olsa, bu ədəd müsbət ədəd olsa, qollar yuxarı olur. Amma
modulun əmsalı y bərabərdir mənfi a şəklində olsa, onda qollar aşağı olur uşaqlar. Qollar aşağı olur. Əmsalda mənfi varsa qollar aşağı olacaq. Bir dənə bir şey deyim. Burada qrafiki sürüşdürmək qaydası var. Bir dənə ondan danışacağam indi. Görək bu qrafiki yaxşı çəkə bilsək, qəşəng göstərə bilərsiniz. Bu parabola niyə olur? Bircə dəqiqə. Hə, pis yox, oldu. Uşaqlar, indi baxın, hamının diqqəti burada olsun. Bu funksiya y bərabərdir modul x funksiyasıdır. İndi çöldən bunun plus 3 olsa, çöldən ha, bu deməkdir ki, y-i 3 vahid qaldır yuxarı. Bunu qaldıracağıq yuxarı. 3 vahid qaldırırıq yuxarı. Belə, elə bilin ki, 3 vahid yuxarı qalxdı. Belə olacaq. Minus 3 olsaydı, yəni y bərabərdir, modulda x çıxılsın 3. Onda bu 3 vahid aşağı indir demək idi. Yəni bu hardasa aşağıya bura düşəcəkdi. Dən gözlüyün səliqəli çəkək. Baxın, aşağı düşəcəkdi. Hardasa bura düşəcəkdi. Minus olanda. Bu çöldən olanda belədir. Yəni y oxunu oynadırsınız da. Plus olanda yuxarı, minus olanda aşağı. Amma indi bunu qaytaraq qrafiki əvvəlki halına. Bu qiymət modulun içində də ola bilər. Yəni birdən modulun içində plus 3 dəyər. Bu deməkdir ki, x oxunu 3 vahid geriyə çək. 3 vahid geriyə çək. Uşaqlar, plus olanda geriyə çəkirsiniz. Yəni x-in mənfi istiqamətinə. Yəni burada duranın əksi mənfi 3. Mənfi 3-ə gətirirsiniz. Amma bu y bərabərdir x minus 3 olsaydı, onda müsbətə gətirəcəydiniz qrafiki bu tərəfə. Yaxşı, modulun içində olanda, müsbət olanda mənfiyə, mənfi olanda müsbətə sürüşdürürsünüz. Hansı oxu? X oxunu. Tamam mı? Bunu yaddan çıxarmayın. Bir dənə silməyin yazaq. Tamam. Burada diqqətli olun. Sileyim bunu. Yo, mən bir dənə yazıram. Tamam. Funksiya dediyi cüt funksiyadır. Bu modul funksiyası uşaqlar mənfi sonsuzluqdan sıfıra qədər olanda azalan olur. Azalan. Sıfırdan müsbət sonsuzluğa isə artan. Bu da oldu modul funksiyası. Deməli belə. Uşaqlar, indi kubik funksiya, kub parabolası haqqında danışırıq. Və bu sondan bir əvvəlincidir. Deməli belə, bunu silirəm. Kub parabolası y bərabərdir a x-in kubu şəklində qeyd olunur. Bunun təyin oblastı da, qiymətlər oblastı da mənfi müsbət sonsuzluqdur. Əgər a müsbətdirsə, bütün ədəd oxunda artan, a mənfidirsə azalan funksiyadır. Kub parabolası tək funksiyadır uşaqlar. Kub parabolasının ən böyük və ən kiçik qiyməti yoxdur. Yəni bu sonsuzluğa qədər gedir. Kub parabolası tək funksiyadır və bunun ən böyük, ən kiçik qiyməti yoxdur. Uşaqlar, qrafiki ilə də tanıyan var qrafikini, kub parabolasını. Belə olan deyil. Parabolanın elə bil qolunu sındırıblar. Baxın, kub parabolasının qrafiki budur. Çəkəndən sonra yuxarı qaldırırsınız. Yaxşı. Burada y bərabərdir müsbət ax-in kubunun grafikini çəkdim. Əgər bu y bərabərdir mənfi ax-in kubu olsa, onda şəkil belə çevrilir. Belə olur. Bir dəqiqə, biraz
A mənfi olanda, yəni bu tərəfdən olacaq. Belə olacaq qrafik. Qum saatını oxşadı. Deməli belə. Sileyim bunu da. Mən bir də əvvəldə yazmışdınız bu funksiya yazılı olaraq necə idi bu kub funksiya? AX-in kubu. Hə. Bərabər AX kubu. Deməli, təyin oblastı da, qiymətlər oblastı da mənfi müsbət sonsuzluqdur. A müsbət olanda artan, A mənfi olanda azalandır. Tək funksiyadır. Ən böyük ən kiçik qiyməti yoxdur. Son olaraq sonuncudur. İndi sonuncunu deyirəm. Sileyim bunu uşaqlar. Sildim getdi. Kök funksiyası. Uşaqlar, kök funksiyası y bərabərdir kök adda x funksiyasıdır. Bunun həm təyin oblastı, həm də qiymətlər oblastı, həm təyin, həm də qiymətlər oblastı. Hər iki halı. Deməli, 0 müsbət sonsuzluqdur. Təyin oblastı da, qiymətlər oblastı da. Y bərabərdir kök adda x-in təyin oblastı da, qiymətlər oblastı da, mənfi müsbət sonsuzluqdur. Uşaqlar, bunun ən kiçik qiyməti 0-dır. Kök funksiyasının ən kiçik qiyməti 0-dır. Qeyd edin dəftərinizə. Kök funksiyası nə tək, nə də cüt funksiyadır. Kök funksiyası nə tək, nə də cüt funksiyadır. Kök funksiyası həmişə artan funksiyadır. Gəlin son olaraq qrafikində deyim, bitdi. Kök funksiyasının qrafiki uşaqlar baxın budur. Bir dəqiqə. Kök funksiyasının qrafiki baxın budur. Sakitdir. Deməli belə. Uşaqlar qeyd elədik.